Bir gün Peyğəmbər s.ə.v sahabələrlə oturmuşdu. Sahabələr deyir ki, mənim eşitdiyim səsi siz eşitirsiniz. Deyirlər, yox, Rasulullah, eşitmirik. Peyğəmbər deyir ki, astat istəmə, göy üzü zırıldayır, səma zırıldayır. Subhanallah. Astat istəmə ərəblərdə nə deyilir? Dəvənin üzərinə ağır yük qoyanda, ağırlıqdan dəvənin üzərindəki yük zırıldayır gedəndə. Deyir ki, arabanı yükləyərsən zırıldayar, göy zırıldayır. Gərək bir yük olan üzərindəki göy zırıldayar. Əzəmətli göylərin zırıldamağa məcbur edən görəsən nə idi? Peyğəmbər s.ə.v xəbər verir. Mə min mavdi şibrin illə mələkun səyəcid əvraqiyyə. Göydə deyir, elə bir qarış yoxdur ki, deyir, hər qarışdan bir mələk səcdə və rükû halındadır. Subhanallah. Onların ağırlığından göy zırıldayır, ağırlığa dözə bilmir. Səcdə halındadır, rükû halındadır. Və Allaha bir göz qırpımı olanda, bir göz qırpımı qədər ası olmayan mələklər qiyamət günü diriləndə nə deyəcəklər? Subhanək, Allah'ım sən bütün nöqsanlardan uzaqsan, təmizsən. Mə abədnəkə haqqa ibadətik. Biz sənə yetərincə, layiqincə ibadət etmədik. Subhanallah. Bir an olsun belə Allaha ası olmayırlar. Yaradılışdan qiyamət gününə qədər, öləcəyi günlərinə qədər səcdədə və rüşudadlar. Onunla belə deyirlər ki, biz sənə haqqı ilə ibadət eləmədik. Allah'ım sənə haqqı yetərincə vermədik. İbadətimiz naqis oldu. Hər birimizin bilməsi lazım ki, niyə deyəcəklər bu şey? Çünki onların Allaha olan təzimi, Allaha olan Allahın böyüklüklərini bilməsi bizim Allahı tanımağımızdan üstündür, ona görə. Və bəzi insanlar var ki, 5 vaxt namaz qıldığı üçün Allaha minnət edir. Deyir, namaz qılıram. 5 vaxt namaz qılıram, deyir. Mənə nüşbər oldu. Nəsə olursa, bir şey olursa. Minnət qoyur Allaha. Yaxud hacca gedirsə, deyir, həci çağırmayanda sifəti qaralır. Deyir, mən həci diqnəm. Hacıyam mən, hacca gedirsən, Allaha minnət qoyur. Əksinə Allah spontan olaraq minnət qoyur. Dəlilləhi yamunna aleykum, ən hədəkum. Əksinə Allah minnət qoyur ki, sizi doğru yola yönətdi, hidayət elədi. Və ən böyük mələk, ən fəzilətli mələk Cəbrail əleyhissalamdır. Peyğəmbər s.ə.v onu əsl halında, yaradıldığı halında 2 dəfə görür. Və Peyğəmbər deyir ki, Cəbrail əleyhissalamın 600 qanadı var. Və bir qanadı bütün üfüqü, göy üzünü bağlayır. Bir qanadı. Yaradılışın əzəmətinə bax, böyüklüyünə bax. İnsan kimdir ki, heç bir şey, bir zərrə. Allah spontan yaratdığı bir mələyin qanadı bütün göy üzünü bürüyür, örtür. Və Peyğəmbər s.ə.v deyir ki, Cəbraili göyün 7-ci qatında görür, dünyada olarkən bir qanadı bütün üfüqü bürüyən Cəbrail İslanmış, köhnəlmiş, sallaq bir paltar kimiydi. Niyə? Çünki Allah spontanaya yaxınlaşmışdı. Allahın böyüklüyünə yaxınlaşmışdı. Allahın qüdrətin, gücün bilirdi. Allaha yaxın olduğu üçün o hala düşmüşdü, kiçilmişdi.